Herkese yeni bir günden selamlar. Aşağı inmişim. Bebeklerim yatır. Onları yatızdırdım. Ortalığı yığışdıracağım. Eve bir el gezdirmək istəyirəm. Bir de biraz təmizlik eləmək istəyirəm. Hava çox gözəldir. Çöldə süper hava var. Düzgün göstərim sizə. Çöldə belə möhtəşəm hava var. Çox qəşəng günəş açıb. Hava superdir. Mən də Bismillah sizi salamlayayım. Ben de ortalığı yığışdıracağım. Yuxarı çıxacağım. Yuxarıları toparlayacağım. Buralarda biraz dağınıklıklar var. Böyle göstərim sizə hafif. Yani çok da fazla bir şey yoktu. Onları toparlayacağım. Ev toz sıralayacağım. Toz sıranı aparım. Yuxarıda toz sıralayayım. Uşaqlar hazır yatmışım. Təzə yatızdırmışım özdə. Şimdi içərim də harda olsun məktəbdən gələcək. Toz sıranı götürüm. Gedək yuxarı. İstəyirəm ki, bu videoda özüm haqqında məlumat verim. Məni tanıyasınız artıq. Çünki bir çox videomun altında məni tanımaq istədiyinizi yazırsınız. Mən də yaxında çəkəcəyəm deyə ertələyirdim. Bugün inşallah Allahın köməkliyi ilə artıq özümü tanıdıram sizlərə. Hazır təmizlik videosu çəkmişkən, düzün sözü bu videonu heç də belə çəkmək fikrim yox idi. Adi vlog olaraq çəkirdim. Sonra təmizliyim o qədər uzun sürdü ki, bir dənə təmizlik vlogu alındı. Ona görə də üst qatı təmizləyirəm burada gördüyünüz kimi. Alt qat təmizliyini eləmirəm. Üst qat təmizliyi ilə bərabər həm də məni tanıyın videosunu ikisini bərabər bir arada eləmiş olacağam. İndi özüm haqqında danışmaq istəyirəm sizlərə. Mənim adım Arzudur, bildiyiniz kimi kanalın adından məlum olduğu kimi Arzu və ailəsi. Yaşım 32-dir. 18-i dekabr 1993-cü ildə Lənkəran şəhərində anadan olmuşam. Bəli, Lənkəranlı qızıyam. Bir tərəfimiz Talışam deyir, atam yirtəm dəqiq əmin deyirlər Talışam deyiləm. Talış dilini bilmirəm, bunu deyim sizə. Anam gil isə %100 deyirlər. Ona görə də dəqiq orasını bilmirəm. Nəysə, bürcüm Oxatan bürcüdür. Yoldaşım isə Naxçıvanlıdır. Onun da 39 yaşı var. O isə aramızda bu arada 7 yaş fərqi var. Heç də o qədər görsənmir. Bizi çöldən qıraqdan görəndə heç də demirlər ki, sizin aranızda o qədər yaş fərqi var. Biz internetdə, Facebookda tanış olmuşuq. Çünki hamıya maraqlı gəlir. Lənkəranlı hara, Naxçıvanlı hara. Arada çox məsafə var. Mənim yoldaşım Bakıda yaşayırdılar. Əvvəllər Ukraynada yaşayan olublar, sonra Bakıda yaşayıblar. Mən də Bakıda oxumaya getmişdim. Orada mənim oxuduğum məktəbdə yoldaşım kursa falan gəlirdi, edirdi. Onun vasitəsilə bizim kollecin qrupuna daxil olmuşdu Facebookda. Oradan mənə yazdım. Mən məktəbdəki uşaqlardan biri zənn etdim. Ona cavab yazdım. Dostluğumuz başladı. Sonra bu dostluq sevgiyə, sonra evliliyə dönüşdü. Bu arada biz tanış olduğumuz illərdə 2011-ci ildə biz tanış olmuşuq. Biz tanış olduğumuz illərdə internetdə tanışdığa çox belə absurd baxırdılar. İndi ucu demək olar hamı internetdən tanış olur, çox da normaldır. Biz tanış olduğumuz illərdə biraz absurd baxırdılar. Hamı gizlədirdi, çox insan gizlədirdi internetdə əgər tanış olubsa. Biz gizlətmədik heç vaxt. Çünki çöldə bir-birimizdən heç də tanış olacağımız düşünmürdük. Yəni çöldə tanış olan tiplər deyilik heç birimiz. Ona görə də bizim üçün ən yaxşı tanış olma yeri elə internet olmuşdu. Biz çox yaxşı dostluğumuz var idi. Sonra o dostluq sevgiyə və evliliyə dönüşdü bizim üçün. 2014-də ailə qurduq. İki il sevgili olduq. Bir il nişanlı qaldıq. Ondan sonra da ailə qurduq. Ondan sonra da 2015-də zaten ilk oğlum noyabr ayında dünyaya gəldi. İlk övladım. İlk oğlum derken bir dənə oğlum var zaten də. Yəni ilk övladım dünyaya gəldi. Bakıda yaşayırdım. Bakıda bu Ukraynski Kuruk deyirlər. Orada olurdum. Tələbəlik vaxtımı 28-də yaşamışam demək olar. 28 mayda yaşamışam. O civarlarda bir-iki dəfə, 2-3 dəfə ev dəyişdirmişəm, amma o civarlarda Başdağda ilk getdiyimdə Sovetskə qalırdım. Ondan sonra isə 28-də yaşayırdım. Yəni bütün tələbəliyimi orada keçmişəm. Mənim oxuduğum kollec Maliyyə İqtisad Kolleci idi. Targovda idi mənim oxuduğum filial. Bu arada mən mühasibatı bitirmişəm. Sonra
Anamgil Türkiyəyə gəldilər 2017-ci ildə bacımla bir yerdə. Ondan sonra mən də yolda biz də o aralar bir axtarışdaydıq. Bilmirəm, artıq Azərbaycanda yaşamaq istəmirdik, yerimizi dəyişdirmək istəyirdik. Orada artıq bizim üçün alınmırdı. Ona görə də yəni araşdırma içərisindəydik. Nə edə bilərik, hara gedə bilərik, necə eləyə bilərik. Bir neçə dənə yollara başvurduq, amma maalesef onlar alınmadı. Sonra anamgil hazır Türkiyəyə gəlmiş. Biz də onlardan sonra Türkiyəyə gəldik. 2018-də Türkiyəyə gəldik və o gün bu gündür burdayıq. İndi gələcəkdə bu suallar da çox verilir. Orada qalarsınız, yoxsa geri dönərsiz? Düzün sözü mən başımdan böyük danışmaq istəmirəm. Burada qala da bilərik, geri dönə də bilərik, başqa ölkəyə gedə də bilərik. Bizim heç ipimizi odun yığmalı deyil. Ona görə də tam olaraq dəqiq deyə bilmərəm ki, tamam biz artıq Türkiyədə yaşayacağıq, Azərbaycana gəlməyəcəyik və yaxud Azərbaycana gələcəyik Türkiyədən bir neçə il sonra, onu deyə bilmərəm. Hələ ki burdayıq yəni. İstanbulda yaşayırıq bu arada. Bir də bir çox vloqlarımda bir çox suallardan biri budur ki, Türkiyədə yaşam necədir? Bunu da deyim sizə ki, Türkiyədə 2018-də bizim gəldiyimiz illərdə yaşayış demək olar indiki vəziyyət çox yaxşı idi. Amma indi heyf ki, 2020-ci ildən bu tərəfə yaşayış heç də yaxşı deyil və üzü aşağıda getməyə davam eləyir. Çünki belə sizə başa salım, minimal maaş deyək, burada askeri ücret deyirlər, minimal naz maaşa yəni. Əvvəllər askeri ücretin altındaydı ev kiraləri. İndi isə maalesef askeri ücretin üzərindədir ev kirayəsi və insanın üçün də ən önəmli şeylərdən biri kirayədə oturanlar üçün ən böyük problemlərdən biri zaten kirayə puludur. Və bu arada bəli, bir çoxunun verdiyi suala da cavab vermiş oluram. Yaşadığımız ev öz evimiz deyil, kirayədir. Kirayədə qalırıq. İnşallah Allah qismət eləsin öz evimiz də olsun, çox istəyərəm. Amma hələ ki kirayədəyik. Burada belə deyim sizə, 2020-dən öncə, yəni koronadan qabaq ev almaq çox asan idi. Yəni pul baxımından deyirəm sizə. Yəni biz Azərbaycanda yaşadığımız yerdəki evi satıb burada 2 dənə ev ala bilərdik. Amma şimdi oradakı evi satıb, buradakı evin sadəcə ipotekaya girsən başlanğıc pulunu ödəyə bilərsən. Yəni onu deyim sizə. O qədər qiymətlərdə absurd bir dəyişiklik var. Zaten bizim bura gələn gedən tanışlarımız da deyir ki, artıq əvvəllər idi Türkiyədən gəlib alış-veriş eləmək, getib qayıtmaq. İndi elə şey heç də mümkün deyil. Bizim qohumlar da deyir ki, Azərbaycanda alış-veriş eləmək Türkiyədən artıq daha ucuz başa gəlir bizə. Neçə ildir buradayıq sualına cavab verdim zaten. Onu da çox sual verirlər. 2018-dən bəri buradayıq. 2026, bu deməkdir 8 ildir buradayıq. Köçməkdən məmnunam desəm, məndə elə gətirdi köçdüm. Yəni necə məmnuniyyətsiz də deyiləm, məmnun da deyiləm aşırı. Məmnun idim. Yəni yaxşı idi mənim üçün burada. İndi artıq biraz çətinləşib. Maddiyyat açısından vəziyyət biraz daha çətindir burada. Bir də suallardan biri də budur ki, mən bir dənə xanım sual vermişdi ki, mən salona gedəndə dırnaqlarımı falan düzəltdirəndə arada ona da cavab verim. Uşaqlara kim baxır? Genəldə mən 6-cı günə getməyə çalışıram. Ramin evdə olur çünki. Yəni yoldaşım evdə olur. Raminin yanına uşaqları qoyuram, elə gedirəm. Zaten getdiyim gəldiyim 200 saatdır. Uşaqları həmən yedizdirirəm, yedizdirdiyim kimi evdən çıxıram. Çıxdığım kimi də zaten getdiyim yerlər getdiyim dırnaq yeri çox uzaqda deyil. Həmən minibüsdən bir 15-20 dəqiqəlik yoldur. Gedirəm, dırnağımı elətdirib direkt qayıdıram dala. Sonra bizim burada bir də axırıncı vloqumda belə bir sual da verilmişdi ki, gələniniz gedəniniz var ya yoxdur, qohumlardan falan. Gələn gedən deyəndə ki, yəni qaynanam gəlir, ildə bir dəfə gəlməyə çalışırdı. Əvvəllər ildə bir dəfə gəlirdi. 2 ildən bir falan gəlir. Keçən il məsələn gəlməmişdi, bu il böyük ehtimalla gələcək. Atam gəlir hər il, məzuniyyətə çıxır, gəlir o. Başqa belə gələn gedən, məsələn qaynımgil gəlmişdilər, amma neçə il bundan qabaq. Yəni artıq bilindiyi kimi bir dənə də şey var ki, Türkiyə ilə Azərbaycan arasındakı bilet qiymətləri o qədər absurddur ki, yəni o qədər bahadır bu qədər yaxın olmağımıza rağmen.
Çox bahalı olduğu üçün yəni insanlar gedib gələ bilmir rahat. Məsələn, əvvəllər avtobus vardı, koronada onu da bağladılar. Bu arada hər yerin, bütün ölkələrin qarayolları açılsa da Azərbaycan qarayolları açılmayıb. Bunu bilirsiniz yəqin ki, orada yaşayanlar olaraq. Ona görə də avtobus əvvəl var idi, heç olmasa get-gəl eləməyə. İndi o da yoxdur. Bu arada biz gələndə avtobusdan gəlmişdik o vaxt üçümüz bir yerdə. Ramin, mən, Kərim. Kərim onda 2 yaş yarımlıq idi, uşaq idi. Bizim üçün ayrı bir macera idi. Saşki onda məsələn çəkəydim, vlog çəkən vaxtlarım olaydı. Çox maraqlı alınardı, amma heyf ki onda vlog çəkmirdim. Bu arada mən YouTube kanalı açmağı çoxdan düşünürdüm, istəyirdim, amma bir türlü nətər istədiyim, o addımı atmırdım. Amma indi atmışam, çox yaxşı ki atmışam. Çünki bu YouTube kanalı təkcə sizə günlük həyatımı göstərmək deyil. Dönüb geriyə özüm üçün də baxacağım, yəni oraya toplanan mənim necə deyim, keçmişimdir, xatirələrimdir. Məsələn, arada qayıdıb o günləri oturmuşduq uşaqlarla 2024-ün, 2025-in videolarını, yəni 2025-in başının, 2024-cü ildə başlamışdım mən. Düzdür, sonunda başlamışdım, amma yenə də başlamışdım yəni. Məsələn, oradakı videolara baxırdım. Çox da yaxşı oldu yəni. Çox da yaxşı idi, maraqlı idi yəni bizim üçün ki, o günlərə qayıtmış olduq. Peşmançılığım odur ki, hamiləlik vaxtında çox video çəkmədim. Amma belə bir şey də var ki, hamiləlik vaxtında çox video da çəkə bilmirdim. Bu arada mənim hamiləliyimə aid demək olar şəklim də yoxdur. Ən çox üzüldüyüm nöqtələrdən biri budur ki, hamilə olduğum vaxtda şəklim yoxdur. Ramin də məndən arada zarafat eləyir ki, nətər şəklin olsun deyir. Elə təzə qarnın çıxmışdı ki, biz sənə hamilə gözü ilə baxırdıq, sənin uşaqları doğuldu da. Gözləmərdin ki, bir qarnın böyüsün, bir sənə necə gəldi, harda gəldi çək. Baxanda düz deyir yəni. Amma yəni o müddət ərzində mən o qədər video çəkəmədim. Yəni belə deyim sizə, may ayına qədər çox yaxşı gəlmişdim. Mayla dekabr ayı arasında aşırı bir boşluq yarandı məndə. Video bir çəkdim, bir çəkmədim, bir çəkdim, bir çəkmədim. Bu da kanalımın böyüməsinin qabağını aldı. İnşallah 2026-cı il mənim üçün xeyirli, uğurlu keçər və mən videolarımı vaxtı-vaxtına paylaşa bilərəm. Bu mənim üçün də önəmlidir. Mən də çox istəyirəm ki, videolarımı vaxtı-vaxtına paylaşım. Sonra geriyə dönüb onlara baxa bilim. Hətta indi körpələrim də var. Onların anılarını birikdirəcəm, bir sürü xatirələrini birikdirəcəm. Sonra da geri dönüb baxacağıq o videolara. Yəni mənim üçün çox da əziz olacaq yəni. Çünki YouTube-dakı videolar itmir yəni nə olur olsun. Yəni prosto o dönəmdə çəkə bilmədim. Həm hamiləliyim çox ağır keçdi. Çox pis hamiləlik keçirtdim. Gecə yata bilmirdim, yemək yeyə bilmirdim. Çox aşırı ağrılarım var idi. Təzə rahat bir ağrılarım azalmışdı ki, zaten uşaqlar oldu. Uşaqlar oldu, küvəzə girdilər. Mən orada da çox böyük bir problem yaşadım. Küvəzə girməkləri ayrı bir dərd idi. Sonra bizə dedilər ki, xəstəxanada uşaqlar küvəzdə yatanda çox böyük bir miqdarda puldan söhbət edildi. O ayrı bir dərd idi. Sonra çox şükür onlar düzəldi də, amma yenə də həmin vaxt yəni mənim keçirdiyim duyğular, o yoğunluq, yəni çox çətin idi mənim üçün. Ona görə videolara çox ara verdim. İnşallah bundan sonra inşallah ki ara vermərəm. Yəni bu videoda özümü qısa da olsa sizə tanıtdığımı düşünürəm. Əgər yenə də sizə maraqlı suallar varsa, aşağıda mənə yorumlarda verə bilərsiniz. Bacardığım qədər gec, tez, yəni 1-2 gün içində olur, bir həftədən sonra olur. Bəzi məsələn yorumlar var ki, bir aydan sonra görmüşəm hətta, olur yəni qaçırdığım yorumlar, amma bacardığım qədər hamısına cavab verməyə çalışıram. Yəni uşaqlar nə qədər körpədirlər, nə qədər çatdıra bilirəm, cavab verməyə çalışıram. Böyük ehtimalla biraz hərəkətlənəndə və biraz böyüyəndə mənim üçün biraz daha çətin olacaq, bundan əminəm. Çünki hərəkətli uşaqla daha çox insanın vaxtı gedir. Zaten bunlar o qədər hərəkətli deyirlər, bu qədər vaxtım gedir. Hərəkətli olsalar necə olacaq, onu heç düşünə bilmirəm. Bir də bu evi yəni mən sürəkli evdə video çəkirəm deyə evin necə olduğu haqqında, ev vloqu falan, yəni evi çəkməmişəm detaylı olaraq.
1-2 dənə yorumda şey də göstərmişdilər, istəmişdilər daha doğrusu ki, evin videosunu çəksən yaxşı olar, evi gəzdirsən bizi yaxşı olar. Yəni sürəkli evin içində o yana bu yana getdiyim üçün ev də aman aman böyük bir ev olmadığı üçün məncə evin hər yeri görsənir yəni, evində hara hardadır. Əgər sizə maraqlıdırsa çəkərəm. Yəni onun açısından bir sıxıntı yoxdur, amma elə bilirəm ki, ev yəni vloqlarda çox yaxşı bəllidir artıq. Hansı otağım necədir? Yəni otaqlarım yoxdur ki sonuçda. Yəni yekə ev eşik deyil. Böyük ev eşik olsa hə. Sonra çox əşyanız var deyənlər var bəzi yorumlarda ya da ev çox sıxlıqdır deyənlər var. Yəni belə bir şey də var ki, burada Türkiyədə otaqlar aşırı balacadır. Yəni sizin ağlınız Azərbaycandakı evlərə getməsin. Otaqlar aşırı balaca olduğuna görə əşyalar, yəni bir dənə əşya qoysan da belə evdə aşırı çox görsənir, çox dolu görsənir. Bu qədər böyük ailənin, yəni biz balaca ailə də deyilik artıq böyük ailəyi. Bu ailənin yaşayacağı alanda təbii ki, əşyalar istər-istəməz çox olacaq, az olmayacaq. Amma yəni əlavə artıq istifadə eləmədiyim əşyam yoxdur. Yəni elə bir əşya da saxlamaya çalışmıram evdə. Bacardığım qədər evdə çox əşya saxlamamaya çalışıram. Hətta sizə bunu deyim ki, yaxın zamanda ev sahibimiz evi satışa çıxaracaq. Ona görə də bizə vaxt qoyub ki, biz evdən çıxmalıyıq. Yəni ev axtarışındayıq. Burada da ev tapmaq biraz problemdir. Ev tapmaq problem deyil əslində. Ev qiymətləri çox yüksəldiyi üçün ev tapmaq çətindir. Ona görə də yəni yaxın zamanda böyük ehtimalla yeni ev turu və daşınma videoları gələcək. Nə qədər yaxın zamanda onu dəqiq bilmirəm. İnşallah yaya qədər imkan verər də yayda inşallah evdən daşınarıq. Çünki bu hay-hayda evdən daşınmaq istəmirəm. Həm hava soyuqdur, həm balaca uşaqlar var. Onlarla mənə çox çətin olar. Bir də bu qədər əşyanı evdən heç daşınmağı sevmirəm. Allah hər kəsin öz evini inşallah nəsib eləsin. Yəni kirayə həqiqətən də çox çətindir və məni kirayədə qalanlar ancaq anlaya bilər. İnşallah Allah hər kəsin öz evini nəsib eləsin özünə. İnşallah mənə də nəsib eləsin. Nəysə belə, özümü yaxşıca tanıtdığımı düşünürəm. Sizi videomla baş-başa buraxıram. İnşallah bəyənərsiniz videomu. Bu arada xanımlar, sizdən ən böyük xahişim, izləyənlərin bir çoxu kanalıma videomu izləyib abunə olmurlar. Xahiş edirəm sizdən videomu izləyib bəyənirsinizsə mütləq olun, abunə olmaq unutmayın. Orada abunələrin sayı çoxaldıqca mənim də motivasiyam çoxalır. Bir də mənə yorum yazmağı da unutmayın. Yorumlar da mənim motivasiyamı aşırı yüksəldir. Yəni mən yorumlarınıza çox sevinirəm, bunu deyim sizə. Ona görə mənə yorum yazmağı da unutmayın. Öpürəm sizi. Sizi videomun geri başa buraxıram.